Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Tarucul malaikatu ve ruhu ileyhi fi yevmin kana miktaruhu 50.000 sene. Sadakallahul aliyyul azim. Aziz Allah Taala'nın aziz bəndələri, oxuduğum bu aya 70-ci surə Məaric surəsi, dərəcələr, pillələr mənasını verir. 4-cü ayə idi. Mütəal Allah buyurur, Rahman və Rahim olan Allah Taala'nın adı ilə mələklər və ruh, yəni Cəbrail əleyhissalam onun dərgahına dünya ili ilə müqayisədə müddəti 50.000 il olan bir gündə qalxarlar. Ee, 50.000 il 70-ci surənin 4-cü ayəsində Allah açıq-aşkar bizə bildirir ki, qiyamət günü çox uzun və çətin bir gün olacaq. Çox uzun və çətin bir gün olacaq. Bəziləri üçün elə 50.000 il kimi uzun hiss olunacaq. Səcdə surəsi var Quranın, Səcdə surəsi. Allah-u Teala 32-ci surə Səcdədə də 5-ci ayədə buyurur, Bismillahirrahmanirrahim. Sonra sizin saydığınızın dünya ilinin 1000 ilinə bərabər olan bir gündə, qiyamət günündə ona doğru, yəni Allah dərgahına yüksələr. Burada da Allah Teala sizin saydığınız dünya ili, yəni 1000 ilin dünya ilindən bir gündə ona doğru yüksələr. Həmçinin 22-ci surə 47 ayə, yəni Həc surəsinin 47-ci ayəsində də Allah Teala bizə buyurur ki, Bismillahirrahmanirrahim. Allah öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin dərgahında bir gün sizin saydığınızın, yəni hesabladığınızın vaxtın 1000 ili kimidir. Bu ayələr bizə göstərir ki, Allah qatında zaman fərqlidir. Qiyamətdə vaxt çox uzun və ağır keçəcək. Burada 50 dayanacaq ki, bizim hədisdə var. Qiyamət günü biz oradan keçəcəyik. 50 dayanacaqda bizi saxlayarlar. Quranda bu açıq yazılmasa da Əhl-i Beyt əleyhissalam İslam alimlərin hədislərində gəlib ki, qiyamət günü 50 dayanacaq olacaq. 50 məqam dayanacaq olacaq. Hər bir dayanacaqda 1000 il çəkə bilər. İnsanlar hər mərhələdə sorğu-sual olunacaqlar. Yəni 50.000 il Məaric
Allah bu 4-cü ayədə qeyd edir. Bu yandan da e, Səcdə surəsində, əzizlər, Həc surəsində sizin bir min iliniz dünya ilində sizin min iliniz Allah dərgahında bir gündür. 50 mini bu bizim dünyanın Allah yanında min ili bir gün olduğu deyilir. Bizim min ilimiz Allah dərgahında bir gündür. Və burada da 50 min il Maaricdə qeyd olunub. Nəticə budur ki, alimlər uyğunluq görürlər ki, yəni bu bir dayanacaq olacaq. Yəni bir dayanacaq, iki dayanacaq və 50 dayanacaq. Hər bir dayanacaqda 1000 il, üst-üstə 50 min il. Bu cür uyğunluq götürürlər. Ona görə deyirlər ki, 50 yerdə soruşulacaq. Quranda çox ayələr var insanın sorğu-sual olunacağı haqqında. Hicr surəsində 92-93-cü ayədə də Allah buyurur ki, and olsun Rəbbinə, biz onların hamısından soruşacağıq etdikləri əməlləri. Təkassür surəsi Allah burada buyurur, həmin gün nemətlərdən mütləq soruşacağıq. Bəndələrimizə verdiyimiz neməti soruşacağıq. Demək, Səcdə surəsinin 5-ci ayəsi, Həc surəsinin 47-ci ayəsi, o Allah yanında bir gün bizim hesablandığımız 1000 il olur və Maaricdə 50 min il Allah buyurur ki, dünyada siz orada qalacaqsınız, o çəkəcək. Bunlar 50 dayanacağın olmağının, yəni qurulmağının dəlilidir, sübutudur ki, 50 dayanacaq qurulacaq. Və bu dayanacaqlar sorğu mərhələləri olacaq. Yəni burada dünyadakı əməllərin sorğuları olacaq. Peyğəmbər əleyhissalam buyurur ki, bəzi insanlar üçün çox ağır olsa da, möminlər üçün qiyamət günü asan olacaq. Sorğu-sual məsələn mömin üçün, tövbə edənlər üçün, dünyada əməlləri yaxşı olanlar üçün o gün asan olacaq. Bəziləri üçün isə, o günahkarlar üçün, bəli, onlar 50 min il kimi ağır onlar üçün elə görünəcək, elə olacaq. Bu 50 dayanacaq, yəni bu məqamlarda bölüblər ki, bəndədən soruşulacaq tovhid, yəni Allaha iman səndə var idi ya şirk etdin? Peyğəmbərlərə imanın, məxsusi İslam Peyğəmbəri Məhəmməd əleyhissalama iman etdin və itaat etdinmi? İmamət, 12 imam, haqq yolu göstərəni qəbul etdinmi? Quranı oxudun və əməl etdinmi? Dinə bağlılığın var idimi? İslamı sən yaşatdınmı? Allah sizə namaz buyurmuşdu, vaxtında qıldınmı? Əhəmiyyət verdinmi? Sən namazlara səmimi
münasibət bəslətdin, yəni onu xuzu-xuşu şəklində əldə etdin ya yox. Oruc vacib idi, siz onu icra etdiniz ya yox. Zəkat xums boynunda var idi, verdinmi ehtiyaclının haqqını? Mənim evim həcc evinə imkanın olan şəxsdən soruşacaq. O həcci yerinə yetirdinmi? Halal qazanc, pulun hardan qazandın? Haramdan çəkindinmi? Yəni günahdan uzaq oldunmu? Rüşvət və haqsızlıq, əmanata xəyanət, dil günahları, yalan, qeybət. Bunlar soruşulacaq. İnsan haqları, məsəl üçün, valideynin haqqını ödəyə bildinmi? Qohumluq əlaqələrinə münasibətin Quran buyurduğu ki, silə-i rəhm eləyin, elədinmi? Qonşunun haqqını qorudunmu? Yetim və zəiflərə münasibətin necə oldu? Zülm etdiyin insanlar. Sonra əməllərin sənin niyyətində kim üçün idi? Yəni bu işləri ki gördün, əməllərin, yaxşı əməllər məsəl üçün, kim üçün idi bu niyyətində? Təkəbbürlü oldunmu? Həsəd çəkən oldun? Ya səbirli oldun? Şükür edənmi oldun? Yalan danışdın? Qeybət və böhtan dedin? Qəlbləri qırdın? Pis sözlər danışdın? Dediyin sözə əməl etmədin? Dünyaya sevgin çox idi, mal toplamaq, israf, sədaqə və kömək, şükür, qənaət, böyük günahlar, kiçik günahlar, tövbəni yerinə yetirdinmi? Günahlarda israr edin, gizli günah edirdin, aşkar edirdin. Cəmiyyətlə münasibətin nə yerdə idi? Əmr bil məruf etdinmi? Yəni yaxşılığa dəvət etdinmi? Pislikdən çəkindirdinmi? Zülmə qarşı durdunmu? Ədaləti bərpa etdinmi? İnsanlara faydan dəydinmi? Ömür necə keçdi? Gəncliğin nədə xərclədin? Elm və əməl əldə etdinmi? Nemətlərə cavab etdinmi? Bax, bunlar hamısı soruşulacaq və yekun cənnət və cəhənnəm. Yəni bu 50 dayanacaqda alimlərin fikri var ki, bax, bunlar hamısı bir-bir soruşulacaq. Məsəl üçün, Təkəssür surəsində Allah deyir, nemətlərdən onlardan soruşacaq. Hicr surəsində də deyir, hamısından soruşacaq. Ona görə həmin gün insanlar hamı özü ilahi hüzurunda tək-tənha, hərə özü üçün çıxış yolu axtaracaq. Nə dost, nə pul, nə vəzifə heç bir kömək eləməyəcək və günəş deyir, isti onların başına yaxın olacaq. İnsanlar deyir, hədisdə var öz tərlərin, yəni o isti tərin içində boğulacaq, diriləcək. O gün namazın hardadır? Qəlb qırdığın insan hardadır? Qazandığın mal, dövlət, halal, haram hardadır? Sənə ömür verdim, nə etdin? O gün deyir, dil susacaq, əllər danışacaq. Bilirsiniz də, Yasin surəsində var. O gün ağızları
möhürləyəcək, əlləri bizlə danışacaq. Və təşhədu ərculuhum bima kanu yaksibun. Yasin surəsində bu 65-ci ayədə. Əllər, ayaqlar danışacaq. Sonra Nur surəsində var, gözün, qulağın, bədən əzaları şəhadət verəcək.